Hörmətli izləyicilərimiz, əvvəlcədən qeyd edim ki, ev sahibinin xüsusi bir hədiyyəsi var. Sizlərə bir-birindən gözəl və yüksək keyfiyyətlə inşa olunan, sözün əsl mənasında çox gözəl 3 otaqlı, kubçalı, təmirli həyət evlərini təqdim edirəm. Deməli, bu gördüyünüz həyət evləri yerləşir Masazır qəsəbəsində 6 saylı məktəbə çox yaxın yerdə, Spar marketə yaxın, dayanacağa yaxın bir ərazidədir və Masazırda ən hündür ərazilərdən birindədir. Qazı, suyu, işığı, mərkəzi kanalizasiyası var. Evin tikilişi zamanı qoşadaşdan istifadə olunub, paket damdır, fundamental tikilişə malikdir, yerdən kürsülüdür. Eyni zamanda qeyd edim ki, yəni kəmərinə kimi atılmış əla evlərdir. Və bu öndə gördüyünüz iki yanaşı yola baxan evimizin qiyməti 64.000 manat və bu evlərin biraz böyük bir təklifi də vardır ki, baxın bu arxadadır. Bunu da sizlərə təqdim edəcəm. Arxadakı evimizin qiyməti isə 67.000 manatdır. Bura arxadakı evə gələn yoldur. Başdakı ev artıq satılıb. Bu evimiz qalır. Qiyməti 67.000 manatdır. Çox gözəl evdir. Yəni satışda olan digər evlərlə bu evi müqayisə etməyin. Həm tikiliş baxımından, həm yerləşmə yeri baxımından. Və bunu da qeyd edim ki, yəni bu ərazidə, bu evlərdə belə bir üstünlüyü vardır ki, 24 saat mühafizə olunan bir evdir. Bu evin həyət yanı sahəsi genişdir. 2 maşın, baxın, bir maşın həyətin yan hissəsinə, bir maşın həyətin ön hissəsinə daxil ola bilir. Və yaxud da ki, istəsəz gələcəkdə, baxın, burada besetkada yığdıra bilərsiniz. Həyətə heç bir pəncərə baxmır. Hündür quru zirzəmisi var. Mərkəzi kanalizasiyası. Çox gözəl, əla bir evdir. Yerdən də, deməli, 3-6 daş kürsüdə inşa olunmuş bir evdir. Super evdir, super. Yəni Masazırda hal-hazırda məktəb ətrafında bundan yaxşı ev tapmarsınız, məktəb ətrafında. Otaqlar dəhliz vasitəsilə paylanılır, çox gözəl, çox səliqəli bir evdir. Hədiyyə nədir? Hədiyyə odur ki, ev sahibi tərəfindən mətbəx mebeli quraşdırılacaq. Yəni, istəsəz mətbəxin pulu çıxılar, özünüz quraşdırarsınız və yaxud da ki, ev sahibi özü mətbəx mebelini quraşdıracaq inşallah. Hədiyyə olaraq kimi. Adətən bildiyimiz kimi, yəni bu evlərdə, satışda olan evlərdə aksesuar mətbəx mebeli olmur, ev sahibi quraşdıracaq. Kombi xəttləri çəkilib, pəncərələrin qarşısı açıqdır, istifadə olunan təmir materialları açıq tonlu təmir materiallarıdır. Çox gözəl, fərah, işıqlı bir evdir. Bir daha da qeyd edirəm, Masazır 6 saylı məktəb, Spar marketin və 569 nömrəli marşrut xəttinin yaxınlığında, hündür ərazidə, ətraf yaşayışlı bir yerdir. Kommunal xətləri internetindən tutmuş, mərkəzi kanalizasiyasına kimi var. Hazır köç yaşa vəziyyətində olan, evin də torpağın da kubçası olan əla evlərdir. Hörmətli izləyicilərimiz, buyurun, inşallah gəlin, ev yəsi ilə görüşdürək sizi, qiymətdə razılaşdıraq. Sağ olun.